ağlı başında olmayan insana oruç tutmaq vacib deyil. Nə üçün? Çünki o mükəlləf deyil. Şəriətin əhkamlarıyla mükəlləf deyil və o oruç tutmaqla da mükəlləf deyil. Çünki onun ağlı yerində olmadığına görə və o özündən asılı deyil. Və burada Əli radiyallahu anhun hədisini gətirir. Əli, Allah ondan razı olsun, buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurmuşdur ki, 3 sinif insan var ki, onlardan qələm qaldırılmışdır. Onlardan biri yatan şəxsdir ki, hətta oyanana qədər. Yəni, bir şəxs əgər yatıbsa, oyanana qədər onun üzərindən qələm qaldırılıb. Yəni, onun barəsində heç bir şey yazılmır. Və sonra buyurur ki, ikinci o şəxsdir ki, uşaqdır, körpə uşaqdır, hətta həddi buluğa çatmayana qədər, yəni həddi buluğa çatmayana qədər olan bir uşağın üzərindən qələm qaldırılıb. Yəni, deyək ki, uşaq artıq həddi buluğa çatarsa, artıq onun üzərinə deməli, yazılır etdiyi əməllər. Lakin, əgər uşaq həddi buluğa çatmayıbsa, artıq onun üzərindən qələm qaldırılmışdır. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, məcnundur, yəni onun üzərindən qələm qaldırılıb, hətta ağlı özünə qayıtmayana qədər. Əgər bir şəxs ağlını itirmişdirsə, ağlı özünə qayıtmayana qədər onun üzərindən qələm qaldırılmışdır. Hədisi Abu Davud, Nəsai, Tirmizi rəvayət etmişdir və isnadı da səhihdir. Bu hədisə əsasən, yəni onun üçün oruc vacib deyil. Çünki oruc ibadət olduğu üçün, yəni ağıl sahibi olmayan insana oruc vacib hesab olunmur.